Rauf Arifoğlu Mağara Media rəhbəri Elşad Məmmədovu, Azad Söz kanalının rəhbəri Tural Sadıqlını və Məhəmməd Mirzəli Fransada Madiyin Azərbaycan kanalının rəhbəri və eyni zamanda mən Haqsızlığa Susma rəhbəri Qabil Türkoğlunu Rauf Arifoğlu necə deyərlər, it adlandırdı. Böyük bir şablon yazdı bizdən, bizi ancaq hər yerdə it adlandırdı. Niye Rauf Arifoğlu bizi tülkü, çakkal, ne meymun, arı ne cürbəcür adlarla adlandırmadı, bizi hamımızı it adlandırdı. Niye? Bu sindrom hardan gelir? Bu düşünce hardan gelir? Bu zeka hardandı bunda? Değil mi size qadan alım? Değil mi? Değil mi? Bir dənə 2 dəfə tıqqıldat, gəlir. Beğenin, paylaşın, gəlir. Deməli Rauf Arifoğlu, baxın, budur. Baxın, küçə itini oxşuyur mu? Kulaklarına baxın, nə tər sallanıbdı. Baxın, kulaklarına nə tər sallanıbdı. Bu Rauf Arifoğlu'dur. Tovuz rayonundandır. Mən aşağı Öysüzdü kəndindənəm. O isə yuxarı Öysüzdü kəndindəndir. Neredeyse kendimiz bitişikdir. İndi değerli vətənlərim, gəlin baxaq. Rauf Arifoğlu bize niye it dedi? Niye tülkü, çakkal, meymun, hem vicdansız, oğraş, hem nəsə demedi? Başka heyvan adı demedi, it adı dedi. Niye? Niye it adı dedi? Bak burada sual verirəm, bilənlər cavab yazsın. O vaxt Lider televiziyasında kuklalar verilişine kim baxıbsa mən yazsın. O vaxt Lider televiziyasında kuklalar verilişine kim baxıbsa mən yazsın. Yazın mən. Ala. Bəzi adamların yadından çıxıbdı. Qoy yadlarına salim kuklalar verilişini. Diyan görmə, bəd bu. Sən xeyr olub vahid namizədə olursan. İstifa. Xəbər olsaydın, bəd bax, ölkədə bir dənə adam qalmaz. Değerli vətənəm, o vaxt Lider televiziyasında ilə İlham Əliyevin bu gün də əmisi oğlunun televiziyası, Lider televiziyası. Lider televiziyasında değerli dostlar, değerli həmvətənlərim, kuklalar verilişi var idi və o kuklalar verilişində muhalif liderləri, muhalif rəhbərləri, saxtasını da, həqiqisini də müxtəlif obrazlarda, birini tülkü, birini çakkal, birini ayı, birini keçəl, nə bilim, birini çoz, hərəsini bir cürə onları paylaşırdılar. Yegane adam Rauf Arifoğlu'ydu ki bunu it obrazında, yani it maskasında, it obrazında bunu gösterirdiler. Değerli vətənlərim, değerli soydaşlarım. Deməli, değerli vətən, Lider televiziyasında kuklalar verilişi, orada muhalefetin hərəsi bir obrazda gösterildiği halda Rauf Arifoğlu'nu niye it kimi gösterdiler? Lider televiziya İlham Əliyevin əmisi oğlunundur. O bahalı itlər saxlayır, çok bahalı itlər saxlayır. Ay Rauf Arifoğlu, sen o bahalı itdən deyilsən. Sen Toz rayonunda et kötüklərini yalayan bazar itisən, tulasan, sümsü itlərdənsən, ay Rauf Arifoğlu. Değerli diyeceksiniz, bəs bu kifayət eləyirmi ki, o vaxtın hakimiyyəti Rauf Arifoğlu'nun yegane muhalefetçi Rauf Arifoğlu'nu it görünüşünde kuklalar tiyatrına çəkirdi. Elə bu mu təhcə? Elə o vaxtdan bu it söhbəti Rauf Arifoğlu'na aid imiş. Ve bundan başka Rauf Arifoğlu özünə nə ləqəb göstərib bilirsinizmi? Gənclikdə muhalif rəhbər olanda Rauf Arifoğlu müsavatın başında olanda özünə nə ləqəb götürübdü bilirsinizmi? Hem hökumətin bunu it obrazında göstermesi, hem de Rauf Arifoğlu Şenol ləqəbini göstəribdi. Yəni güya Türkiyə tərəf gedir biraz da qaqaş. Şenol ləqəbini göstərib Şenol. Hamı ona Şenok, yani Rus dilinde küçük deyirdi. Hamı Şenol yok, Şenok deyirdi ona. Şenok, yani küçük, küçə iti deməkdir. Əziz həmvətənlərim, görürsünüzmü?
Değerli soydaşlarım, Rauf Abbasov Arifoğlu, it obrazı ancaq sənə aid olunubdur. İt obrazı ancaq sənə məxsus edilibdir. O vaxtı səni it obrazına qoyan Əliyev rejimi, indi səni it kimi bizə hürdürür. Ay Rauf Arifoğlu, sənin quyruq acın bununla da kısıtlı deyil. Sən Ramiz Mehdiyevə həmişə tost deyən ad günlərində tamadalıq eləyən adamsan. İndi quyruğumu kıstırıbsan, qorxursan, eləmi? Kim İlhamdan qorxursa, kimin götü poğludsa, kimin cinayəti varsa muxalifət hədəf alır, eləmi? İndi Azərbaycanda muxalifət qalmadı. Əli Kərimliyi də onda tutdular. Avropadakılar qaldı, eləmi? İndi səni it obrazına qoyan Əliyevlər. Özün özünə Şenol, yəni Şenok it ləqəbi qoyan Rauf Arifoğlu. Sən bizə dil uzadırsan, ağı it ləqəbi, it sindromu, it maskası sənə aiddir, ay bədbəxt. Ay bədbəxt. Ramiz Mehdiyevin ad günlərində tamadalıq eləyən və məmurları danışdırıb müsavatın deməli birinci, ikinci səhifəsində onu reklam eləyən, o çıxışları paylaşan sən döyüldün mə? Ramiz Mehdiyevin Rauf Arifoğlu səndən yaxşı tulası var idi mı? Yox idi axı. Bütün onu tamadalığını sən eləyibsən axı. Sən döyüldün mü Müsavat qəzetinin önündə Ramiz Mehdiyevə siyasetin akademiki adı qoyan, elə başlıqlarla efirə verən. O sənədlər indi də əlimizdədir. Ay Rauf Arifoğlu, sən müxalifətə qarşı, təkcə xalqa qarşı, necə deyərlər, müxalifətə qarşı mənəviyyatını itirən adam deyilsən. Eyni zamanda sən Tovuzluyam deyib İlham Rəhimova tulalıq eləyirdin. Gecə günüz İlham Rəhimovu paylaşırdın. Eləmi? Nə oldu? İlham Əliyev rejimindən biraz tərs düşən kimi Tozda bağça tikdirdi. Ora İlhamın anasının, dədəsinin nəyininsə adını qoymadığı üçün bir balaca münasibət pozulan kimi, dünənə kimi dayın dediyin, yallandığın İlham Rəhimov, Putinin kaşilokunu hədəf almağa başladın, növbəyə durubsan, ondan danos verməyə, onu hədəf almağa. Deyilən vətənlərim, bilirsiniz ki, mən hələ bilmirəm bu Rauf Arifoğlu doğrudan da Arifin oğludur, yoxsa İlham Əliyevin oğludur. Ay Rauf Arifoğlu, bilirsən ki, tulanın qulağını kəsməkdən it eləmək olmur. Sən tulasan, sənin qulağını yox, səni axtalayacağım. Hakimiyyət gedəndən sonra bu yerin səni axtalayacaq. O ağ yumurtalarından qara qovurma pişirəcəyəm. Sənin tulalığı elədiyin adamların arvadına yedizdirəcəm, arvadına. Alyoniya yedizdirəcəm, gəlinə yedizdirəcəm. Ey Rauf Arifoğlu, bəsdir mi bu qədər? Görsən adamın nətəri quru şeyləyirlər, mənə qabil deyərlər. Bütün keçmiş nəsil bilir ki, bu hakimiyyət it maskasını, it obrazını sənə geyindiribdir. Özün də Şenol ləqəbi götürərək hamı sənə Şenok küçə iti tula deyibdir. Sən indi bizə niyə it damğası vurmağa çalışırsan? Biz xalqın mərd qəhrəmanlarındanıyıq, seçilmişlərdənik. Biz xalqın görən gözü, eşidən qulağı, danışan dili, qabildən irəli mərd oğullarıyıq. Rauf Arifoğlu, ayağını dəng acınan mən sənin maskanı cırmaqda davam eləməyim. Adam ol, adam ol. Mən tozun halal suyunu çörəyini yemişəm, içmişəm, sən bugün tozda olduğunu dammağa çalışırsan ki, nəsillikcə biz Bakı Sumqayıda yığışdıq. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, Rauf Arifoğlu'nu istəyən adam, sevən adam varsa, Rauf yazsın. Qabili sevən adam varsa, Qabil yazsın. Yazan əllər var olsun, yazan əllər var olsun. Bir dənə Qabili kim sevirsə, bir dənə Qabil yazsın. Qabil, Qabil, Qabil yazsın. Rauf'u sevən isə Rauf yazsın. Rauf yazmaya da bilərsiniz. Şenok da yaza bilərsiniz. Mənə Qabil Türkoğlu deyərlər. Rauf Arifoğlu, sənin ən yaralı yerindən vurdum. Sənin ən yaralı yerindən vurdum. Bu yaxından arvadına, qızına, gəlinə də vurmaq üçün qarşımda oçretə düzüləcəksiniz.
Az qaldı, bir neçə ay qaldı.